Deməli, əziz tələbələrim, gəlin biz belə başlayaq. Y bərabər sinus x funksiyasından başlayaq. Və sonra hər birinə aid xassələri deyə-deyə gedəcəyik. Y bərabər sinus x funksiyası. Hər bir tələbə bu funksiyanın qrafikini çəkməyi bacarmalıdır. Ən birinci işiniz elə bu qrafikin özünü çəkməkdir. Məsələn, deyək, bura pi bölü 2-dir. Yaxşı. Bura. Biraz daha böyük məsafədən götürək. Burada rahat çıxsın. Pi bölü 2-dir. Bura pi'dir. Bura 3 pi bölü 2'dir. Bura 2 pi'dir. Bu tərəf mənfi pi bölü 2'dir. Mənfi pi'dir. Sonra mənfi 3 pi bölü 2'dir. Mənfi 2 pi'dir. Bu davam edir sonsuz. Deyək ki, bu y bərabər bir xəttidir. Bu da y bərabərdir mənfi bir xəttidir. Bu funksiyanın qrafikinin müəyyən hissəsini çəkirik. Yəni bu qrafik sonsuz gedir. Biz onun müəyyən bir hissəsini çəkirik. Bu sinus x funksiyasıdır. Keçdik. İndi əsas işlərimizi görək və sonra qrafiklər üzərində də işləyə-işləyə gedəcəyik. Y bərabər kosinus x funksiyası. Onun da qrafikini çəkək. Yəni, sxematik təsviri hər bir kəs bacarmalıdır. Hər bir kəs bacarmalıdır. Və hamısı üzərində də eyni işi görəcəm mən. İndi fikir versəz görəcəksiniz ki, aha, qrafikləri çəkəndən sonra bunların nə xeyri var bizə. Yenə də bu y bərabər bir xəttidir. Y bərabərdir mənfi bir xəttidir. Qiymətlərimiz 3 pi bölü 2, 2 pi. Digər tərəfdə mənfi pi bölü 2, mənfi pi, mənfi 3 pi bölü 2, mənfi 2 pi. Deməli, bunun da qrafikini tərtib elədik. Bu qrafikdə hər iki tərəfə sonsuz gedir. Növbəti. Y bərabərdir tangens x funksiyasına baxaq. Y bərabər tangens x funksiyası. Bu y, bu x. Bura pi bölü 2. Bura pi. Bura 3 pi bölü 2. Bu yan mənfi pi bölü 2. Mənfi pi. Mənfi 3 pi bölü 2. Aha. Tangens x'in də qrafiki bu formadadır. Buyur Hüseyin, eşidirəm səni. Oradakı qırıq-qırıq xətlər nə bildirir? Aha. Funksiya qrafikinin sonsuz yaxınlaşdığı, lakin kəsmədiyi xətlərə funksiyanın asimptotları deyirlər. Bu xətlərə asimptot deyirlər. Funksiya o qrafikə sonsuz yaxınlaşır, lakin onları kəsmir. Belə xətlər asimptotdur. Məsələn, bunlar asimptot deyil.
Çünki funksiya gedib y bərabər 1-i kəsib. Mənfi birinə də toxunublar bu. Amma asimptota ümumiyyətlə dəymirsən. Razı Hüseyn yoxsa yox? Və bilməm. Aha. Sadiq buyur eşidirəm səni. Müəllim indi bu funksiyanın dövrü bir. Buradan başlayanda asidlik nəticə bir. Bizə səni. Bu funksiyanın dövrü pi-dir. O sözü eşitdim. Qalan heç nə eşitmədim. Asimptot var, asimptot. Aha. Yenməz bir bölgə bir. Ha, niyə pi bölü 2-dən keçir də? Biz yəqin bilirdik ki, tangens nədir? Sinus bölü kosinusdur. Kosinus pi bölü 2-də 0 alır. Tangensin də məxrəci 0-a çevrilə bilməz axı. O səbəbdən də onlara o qiymətləri ala bilmir. Razı yoxsa yox? Bilməm. Hı -hı. Yaxşı. Deməli bizdə növbəti y bərabər kotangens x funksiyasına baxaq. Bu funksiyanı da qrafikini çəkməyi bacarıq. Bu günləri bizim funksiya ilə kifayət qədər böyük işimiz var. Aha. 0 pi bölü 2 pi 3 pi bölü 2 2 pi bu yanda mənfi pi bölü 2 mənfi 3 pi bölü 2 mənfi 2 pi daha doğrusu üzr pini yedim. Mənfi 3 pi bölü 2 mənfi pi 2 pi. Burada qrafikimiz. Qrafikin yenə formasını yadda saxlayırıq. Yəni sxematik çəkirik. Yəni burada müəyyən dəqiqlik var, amma o dəqiqlik çox cüzidir də. Ha, sxematik təsvirinə baxırıq ki, budur. Yaxşı. Deyək ki, tələbə soruşur ki, Süleyman müəllim, mən bunun 4 qrafikin 4-ünü də çəkmişəm. Hə, nə olsun? Mən burada nə görə bilirəm? Məsələn, birinci ad bütün funksiyaların artma azalma aralıqlarını və işarə sabitliyi aralıqlarını görürük. Bu nə deməkdir? Tələbə bilir ki, 0-dan pi bölü 2-yə birinci rübdür. Pi bölü 2-dən 2 piyə ikinci rübdür. Pi-dən 3 pi bölü 2-yə üçüncü rübdür. 3 pi bölü 2-dən 2 piyə dördüncü rübdür. Məsələn, sinus birinci rübdə artan funksiyadır. İşarəsi müsbətdir. İkinci rübdə azalan funksiyadır. İşarəsi müsbətdir. Üçüncü rübdə azalan funksiyadır. İşarəsi mənfidir. Dördüncü rübdə artır, üzü yuxarı gedir. Artan funksiyadır. Lakin işarəsi mənfidir. X-in altında olan hissə mənfidir. X-in üzərində olan hissə müsbətdir. Yəni rüblər üzrə birinci addım. İşarələri görə bilirsən. Keçək kosinus X-ə baxaq. Burada da birinci rüb buradadır. Pi bölü 2'dir. Burada. İkinci rübdür. Burada. Üçüncü rübdür. Yani kırmızı ile qeyd edeyim. Üçüncü rübdür. Burada ikinci rübüydü. Sonra dördüncü rüb. Məsələn, birinci rübdə kosinus azalan funksiyadır, amma işarəsi müsbətdir. 2-də də azalır, işarəsi mənfidir. 3-də artır, işarəsi mənfidir. 4-də artır, işarəsi müsbətdir. Hər rüb üzrə atma azalma və indi və işarə sabitliyi aralıqlarını görürük. Tangensdə 0-dan pi bölü 2-yə birinci rübdür. Qeyd edilmiş ki, sən bu tərəfə də getsən, 0-dan mənfi pi bölü 2 isə dördüncü rübdür. Pi bölü 2-dən piyə ikinci rübdür. Pi'dən 3 pi bölü 2-yə üçüncü rübdür. Rüblər üzrə işarələrə baxaq. Tangens birinci rübdə artandı. İşarəsi müsbətdir. 2-də də artandı. Amma işarəsi mənfidir. 3-də də artandı. Lakin işarəsi müsbətdir.
Dördüncü rübdə. Orada da artandı. Soldan oxuyuruq. Soldan sağa doğru. Yenə də artandı. Aha. Amma işarəsi mənfidir. Yəni tangens funksiyası rüblər üzrə artandır. Rüblər üzrə artandır. İşarələrini də gördük. 1-dən 3-də müsbət, 2 ilə 4-də mənfidir. Keçdik kotangensə. Kotangensdə 0-dan pi bölü 2-yə birinci rübdür. Pi bölü 2-dən pi-yə ikinci rübdür. Hüseyn eşidirəm səni. Orada tangens x-da dördüncü rübn niyə sol tərəfə düşdü ki, sağ tərəfə Dördüncü rübdün düşərdi? qrafikini pi bölü 2-dən 2 pi-yə bu tərəfə çəkməmişəmsə deyənə. Bu onsuz da tərsinə yenə də gedir. Bax burada 1, 2, 3, 4, 5, 4 təzədən 1, 2, 3, 4 belə rüblər gedir. Burada 1-dirsə ondan əvvəl olub 4, 3, 2, 1. Yenə də sonra yenə də 4, 3, 2, 1. Hər iki tərəfə bu rüblər gedir. Hər iki tərəfə. Burada Aydın qrafiki mən. çəkmədiyimə görə 0-dan pi bölü 2-yə getdim. Razı. Razısansa davam edirik. Pi bölü 2-dən pi-dən 3 pi bölü 2-yə neçənci rüb oldu? Üçüncü rüb. 3 pi bölü 2-dən 2 pi-yə dördüncü rüb. Bax kotangens x funksiyasına baxsaz, birinci rübdə nədir bu kotangens x funksiyası? E, deməli, birinci rübdə bu azalır, müsbətdir. 2-də azalır, mənfidir. 3-də azalır, müsbətdir. 4-də azalır, mənfidir. Uşaqlar, sinus və kosinusdakı o 1 və -1 qiymətlər çoxluğunun maksimal və minimal qiymətlərini göstərir. Ki, o qiymətlərin çərçivəsində oynayır. O qırıqlar onu göstərir. Asimptot olmasalar da, yəni maksimal və minimal qiymətlərini göstərir. İndi, əziz tələbələrim, buyur Rauf. Yani tangensle kotangenste maksimal minimal. Yoxdur. Tangensin maksimum və minimumu yoxdur, görürsünüz. Yəni o hədd yoxdur. İndi mən buradan birinci trigonometrik funksiyaların işarə sabitliyi aralıqlarını təhlil edirəm. Bunu buradan yazaq. Qrafikləri əzbərləmək çətindirsə, onda hissə yerə əzbərləyəsən. Deməli, trigonometrik funksiyaların işarə sabitliyi aralığı. Yəni tələbə birinci, ikinci, üçüncü və dördüncü rübdə trigonometrik funksiyaların sinusun, kosinusun, tangensin və kotangensin işarələrini bilməlidir. Müsbət, müsbət, mənfi, mənfi, müsbət, mənfi, mənfi, müsbət, müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi. Yəni rüblər üzrə bu işarələri görməlidir. Qrafikdən görünür, amma görə bilmirsə də bunu əzbərləyir. Və sonra funksiyaların artma və azalma aralıqlarını görməlidir. Trigonometrik funksiyaların monotonluq cədvəli. İndi monotonluq nə deməkdir? Onu izah edəcəyim. Funksiyaların monotonluq cədvəli. Yenə də Müəllim, o birinci sinusdan başlayıb göstərsəz olar. Mən onların SS-lərini almalıydım. yaxşı, indi göstərirəm bir də. İcə səni kosinus. Yaxşı, elə buradan göstəreyim. Deməli, izah verim bunlara, yoxsa gözəl SS alırsan sadəcə. Yox, müəllim, sadəcə SS alıram.
Aha. Deməli, bu sinus x funksiyasıdır, qrafikidir. Çatdırdınsa növbəti kosinus x funksiyası. Rüblər üzrə artma azalma var. Aha, Onları. bəli, müəllim, çəkdim bunlarda. Çox sağ olun. Aha. İndi uşaqlar trigonometrik funksiyaların monotonluq cədvəli. Sinus, kosinus, tangens və kotangens. Biz nə gördük? Nə gördüyümüzü yazırıq. Gördük ki, sinus funksiyası birinci rübdə artır, ikinci rübdə azalır, üçdə azalır, dörddə artır. Kosinus birdə azalır, ikidə azalır, üçdə artır, dörddə artır. Tangens hər rüb üzrə artır. Kotangens hər rüb üzrə azalır. Bu bizim nəyimizə lazımdır? Aha, buyur Hüseyin. Sinusla kosinusun artıb azalmasını əzbərləməliyik, yoxsa qrafikdən görmək olur? Qrafikdən göründükdə biz, məsələn, sinusda biz necə gördük bu qrafik? Ya da kosinusda. Bu hissədə funksiya azalırdı. Üzü aşağı gedirdi. Bu Birdən hissədə azalır. azalırdı. Yəni biz bunu görə bilirik. Aha. Və uşaqlar ümumi davam edəcəm, yuxarı qayıdacağım, amma birinci deməli artan və azalan funksiyalardan danışıq. Belə bir ad verək. Artan və azalan funksiya. Deyək ki, y bərabər fx funksiyası verilmişdir. df oblastında təyin olunmuşdur. Oblastında təyin olunmuşdur. İndi ixtiyari x1, x2 daxildir df. Təyin oblasından götürülən ixtiyari x1, x2 df və x1 kiçik x2 arqumentləri üçün ixtiyari x1, x2 daxildir df və x1 kiçik x2 arqumentləri üçün arqumentləri üçün 1 fx1 kiçikdir fx2 şərti ödəndikdə funksiya artandır. Bir dənə şəkil çəkək. Yəni cümlə nə deməkdir? X-in qiyməti artdıqca Y-in də qiyməti artır. Məsələn, bu funksiyaya baxırıq. Solda adam düşün. Bu adam, soldakı həmin adam ox boyunca hərəkət elədikcə getdikcə onun qiymətləri artır. Qiymətlər artır. Bu artan funksiyadır. Artan funksiya halında məsələn F5 və F7-ni müqayisə etmək lazımsa F7 böyükdür, F5 kiçikdir. 2. X1 kiçikdir X2-dən. Fx1 böyük Fx2 şərti ödənirsə, yəni X-in qiyməti artdıqca cavab azalırsa, ödənirsə funksiya azalan funksiyadır. Ya da azalandır. Gəlin baxa görə nə deyirik? Tutaq ki, hər hansı bir qrafikdir, fərq eləməz. Burada solda adam düşünsən,
Həmin adam bu qrafik boyunca hərəkətdə aşağı gedir. Bu azalan funksiyadır. Ümumiyyətlə, istəyir funksiya azalan olsun, istəyir artan olsun. Hər iki halda bunlara deyirlər ciddi monoton. Fikir verirsinizsə, bax, burada bərabərsizlik işarələri var. Onlar ciddi bərabərsizlik işarələridir. Yadınızda da bərabərsizlik işarələri ciddi və qeyri-ciddi olurdu. Bu ciddi bərabərsizlik işarələri var və bu ciddi monoton funksiya adlanır. Ciddi monoton. Artan funksiyada, azalan funksiya ciddi monoton funksiyalardır. Aha, buyur Hüseyin. Onda tərs mütənasib bir qrafiki azalan funksiyadır. Bir hissəsi, hə. Orada iki rübdə yerləşir. Hissə demək olar. İkinci rüblərini göstərə bilərsiniz. İndi göstərək, məsələn. Deyək ki, y bərabərdir 3 bölü x funksiyasına baxırıq. 3 bölü x-in qrafiki biri budur, biri budur. Üçüncü rübdə funksiya azalır. Birinci rübdə solda adam düşün. Funksiya azalır. Aha. Hər iki hissədə 3 bölü x azalandır. Lakin ümumilikdə deyə bilməzsən azalandır. Deyə bilərsən 3-cü rübdə azalandır. 1-ci rübdə azalandır. Aha. Buyur, eşidirəm etirazı. Aydın mən. Aha. Qeyd edim ki, artan və ya azalan funksiyalara ciddi monoton funksiyalar deyilir. Ola bilər ki, funksiya artmaya ya da azalmaya. Üçüncü, fx1 kiçik bərabərdir. Fx2 şərti ödəndikdə funksiya azalmayandır. Var artan funksiyalar, var azalmayan. Bu nə deməkdir azalmayan? Məsələn, bir qrafikə baxırıq. Bu qrafik 3 hissədən ibarətdir. Birinci hissəsində biz artıma gedirik. 3-də də artıma gedirik. Lakin ikinci hissə sabitdir. Bu funksiya heç yerdə azalmıyor. Amma elə hissəsi var ki, sabit gedir. Ona görə deyirlər buna azalmayan. Azalmayan funksiyada bu bərabərlik işarəsi var. Aha. Və 4 fx1 böyük bərabərdir fx2 şərti ödəndikdə yəni nə elədik? X-lara fikir verin. X1 X2-dən kiçik idi. Amma burada deyirlər ki, X1 X2-dən kiçik olsa da fx1 fx2-dən böyükdür. Bu da artmayan funksiyadır. Funksiya artmayandır. Bunu da qrafikini çəkməyə çalışaq. Funksiya artmayandır. Bu nə deməkdir? Məsələn, bir qrafik çəkək ki, başa düşəsiniz artmayan nədir? İndi. Məsələn, belə bir qrafikə baxaq. Belə bir şey olsun. Bu qrafik azalır, stabil gedir, sonra yenə də azalır. Yəni, heç bir yerdə artım yoxdur. Bu artmayan funksiyadır. Bu azalmayan funksiya idi. Uşaqlar, artmayan və azalmayan funksiyalara da bunlara da deyirlər qeyri-ciddi monoton funksiyalar. Qeyri-ciddi monoton. Amma yenə də monotondur.
Aha. İndi fikir verin. Aha, buyur Hüseyin. Müəyyən yeri sabit qalanda azalmayan deyilik, yoxsa Ya, necə? müəyyən yeri sabit qalırsa, hə, onda deyirik ya azalmayan ya artmayan. İndi üzü yuxarı gedirsə azalmayandır, üzü aşağı gedirsə artmayandır. Bildim. Aha. Ayşən, eşidirəm səni. 3-ə artan funksiya deyə bilmərik də onda. Xeyr, xeyr. Çünki elə yeri var ki, stabildir. Rauf, eşidirəm səni. Bu qrafiklərə aid tekstlərdə necə soruşur? Artmayan, azalmayanı soruşmaz. Amma nəyi soruşa bilər? Nəyi soruşa bilər? İndi onu izah edəcəm. Bunların hamısına birlikdə. Bax, ciddi monotondur, qeyri-ciddi monotondur. Fərq eləməz. Hamısı birlikdə adlanır artıq monoton. İndi nə soruşa bilər? Hə, Emin, eşidirəm səni. Müəllim, F1 F2-yə bərabər olanda sabit funksiya olacaqdır. Bəli, F1 F2-yə bərabərdirsə birbaşa sabit funksiyadır. Bütün ixtiyari x-lar üçün. Aha. Bu oldu monoton. Və qeyd edim ki, sabit funksiyanın özü də monoton funksiyadır. Buyur Mahir. Yəni bunların adı bizə belə lazım olacaq. Çünki mən heç eşitməmişəm monoton, qeyri-ciddi monoton. Soruşsan ki, Süleyman müəllim, lazım olacaq mı? Mahir, 3-ə 4-ə gedəcəksənsə adı lazım olmayacaq. 1-ə 2-yə gedəcəksənsə olacaq. Hansı qrupa verirsən? Biləməm. Onda məcbur bilməlisin. Birbaşa qəbula düşə bilir. Buraxılışa bu vaxta qədər monoton və qeyri-monoton sözü işlənib, sual düşməyib. Amma nə cür düşüb, indi ona deyirəm. Mən bir şeyi vurğulayım ki, biz bu anlayışları kimlər ki qəbula gedəcək, onlarla dərinləşdirilmiş şəkildə keçəcək. Mən sadəcə burada nə edirəm? Tanışlıq məqsədi ilə deyirəm. Amma birinci, ikinci qrupların qəbuluna bu nə cür lazımdır elə də düşər. Ayşən, buyur. Mənim dediyinizə sabit funksiya monoton funksiyadır. O ciddidir yoxsa Qeyri-ciddi. O da qeyri-ciddidir. İlkin, buyur, eşidirəm. İndi belə bir şey deyək də, üçüncü var ya, bir dənə aşağı eləyən zəhmət olmasa. Aha. Üçüncü. Üçüncüdə tutaq ki, ora o x-i kəsilən yerə x1 deyirik. O sabit funksiyanın da başlanğıcından bir perpendikulyar düşürük, orada x2 deyirik. Aha. Deyə bilərik ki, bu qeyri-ciddi monoton olan funksiya x1 x2 aralığında ciddi monotondur. Belə bir şey deyə Bəli, bilərik. deyə bilərik. Hissə-hissə ciddiliyi deyə bilərik. O mümkündür. Amma uşaqlar, indi mən elə bir funksiya göstərim, indi buraxılışı aid nümunəni göstərəcəm. Buna aid düşə biləcək sualı deyəcəm. Amma mən bir şey də deyim. Elə funksiyalar var ki, monoton deyil. Məsələn, y bərabər x kvadrat funksiyasına baxaq. Bu funksiyanın qrafikinə baxsaq, uşaqlar, bu azalır, sonra artır. Y bərabər x kvadrat funksiyası. Bu monoton funksiya deyil. Çünki elə hissəsi var ki, azalır, elə hissəsi var, artır. Bu hissədə monotondur. Bu hissədə də monotondur, amma ümumi monoton deyil. İndi bizim keçdiyimiz sinus x, kosinus x, tangens x, kotangens x funksiyaları heç biri monoton deyil. Azalır, artır, azalır, artır. Burada da azalır, artır. Heç bir monoton deyil. Burada da deyərsən, müəllim, axı artır, artır, sonra düşür, təzədən artır. Sonra düşür, təzədən artır. Yəni düşüş yerləri də var. Yəni bu da monoton sayıla bilməz. Kotangens də həmçinin. Bunlar monoton funksiya deyil. Hə, dediyimiz anlayışlar tanışlıq məqsədi daşıyır. Yəni mən çox dərinə girmirəm. Amma birinci, ikinci qruplarından indi qəbullarda daha dərinə girmək lazım olacaq. Hələ ki buraxılış səviyyəsindən deyim ki, nə sala bilərlər. Məsələn, monotonluğa. Buyur Mahir, eşidirəm səni. Mənim yəni sadəcə artan, sadəcə azalan monotondur. Artan, azalan, azalmayan, artmayan. Bu 4 dənəsi monotondur. Bir də sabit. Bir də sabit. 5'lik. Azalmayan, artmayan, azalan, artan. Bu 4'lük. Bir dənə də əlavə nəyi elədik? Sabit. İndi, əgər başa düşdünsə Mahir, başa düşmədinsə etirazı bildir. Başa düşdüm. Aha.
Ancaq buraxılışa məsələn düşmüş suala baxın. Nümunə. Və buraxılışa aid mövzu sınaq 16-da funksiyaya nə düşə bilər, onları paylaşmışıq ha. Onu da öyrənin. Nümunə. fx funksiyası y bərabər fx funksiyası azalandır. Azalandır. Aşağıdakılardan hansı ən kiçikdir? Hansı ən kiçikdir? A bəndi f 3-də 1, B bəndi f 5-də 3, C bəndi f 8-də 7, D bəndi f 4-də 1, Y bəndi f 7-də 3. Buyurun uşaqlar, cavab nədir? Hüseyin, eşidirəm səni. B variantı. B deyirsən. Aha. Fərhad nə deyir? Fərhadlı. C variantı. C variantı deyirsən. Başqa cavab verən var? C. Seyhun nə deyirsən? C. C deyirsən. Aha. Aysel nə deyir? Ayşən nə deyir? Məncə də C-dir. Mən Sadiq. də C deyim. C Sadiq. variantı. Aha. Bəşir nə deyir? D variantı. D variantı. Uşaqlar, azalan funksiyada kiçik, böyük, böyük, kiçikdir. Hər şey yerini dəyişir. Yəni, bizə kiçiyi istəyir. Siz arqumentin böyük qiymətini axtarmağa başlayırsınız bunların arasından. Bunların da arasından arqumenti ən böyük olan C-dir. Diqqətli olaq. Buraxılış sualdır. Monotonluğa aid. Aha. Əgər aydındırsa davam edirik. İndi əziz tələbələrim, qayıdıram yenə sinus x, kosinus x. Mahir, buyur, eşidirəm səni. Mən niyə arqument böyük olan götürürük? İndi bax, azalan funksiyanın tərifinə baxaq. Fikir ver. x1 x2-dən böyük, x2 daha böyükdür də, düzdürmü? Azalan funksiyanın tərifində. fx1 böyükdür fx2. Bax, x balacadırsa, cavab böyükdür. X böyükdürsə, cavab kiçikdir. Azalan funksiyanın tərifindən çıxır. Razı mı? Yoxsa yox? Razı. Aha. Hüseyin, eşidirəm səni. Yəni orada arqumentlər 8-də 7, bir də 5-də 3 idi də. Ha. Orada mən də hamını tez bilə bilərəm ki, 8-də 7 böyükdür. 5-də 3-ünü də bilə bilirəm də 0.6-dır. 8-də 7-ni biraz 8-də fikir ver də. Düzdür, bunu dərhal hiss eləmək olur, amma hər halda deyək ki, hiss eləmirsən. 8-də 7-nin tamamlanması üçün 8-də 1 qədər çatışmır. Ona çox az lazımdır ki, 1-ə tamamlansın. Amma 8-də 1 qədər lazımdır. Amma 5-də 3-ün 1-ə tamamlanması üçün hələ 5-dən 2-si lazım. 40% lazım. Yəni o balacadır. Belə də istəyirmək ya da orta məxrəcə gətir. Ən belə deyək ki, ağır olursa. Başa düşmürsünüzsə yenə də soruşun uşaqlar. Aha, Hüseyndən başqa da əl qaldırılmışdı. Kim qaldırdı? Tutamadım. Yaxşı, yoxdursa qayıdıram sinuslara. İndi uşaqlar, bax bu trigonometrik funksiyaların nə aidiyyatı bir-birinə? Bu funksiyaların indi mən təkliyi və cütlüyündən danışacağam. Ona görə də belə bir başlıq verin birinci. Bunlardan əvvəl. Bunlardan əvvəl. Tək və cüt funksiyalar. Biz funksiyanı da araşdırırıq, trigonometriyanı da araşdırırıq. İkisini birlikdə birləşdirib verirəm ki, yəni onsuz da bir o birinin nümunəsidir. F tapşırığına da ikisi də veriləcək. Tək və cüt funksiyalar. Tələbə nəyi bilməlidir? Təyin oblastı. Təyin oblastı. Koordinat başlanğıcına nəzərən simmetrik. Koordinat başlanğıcına nəzərən
nəzərən simmetrik və ixtiyari x arqumenti üçün ixtiyari belə deyək, ixtiyari təyin oblasından götürülən təyin oblastından götürülən x arqumenti üçün f mənfi x bərabər mənfi fx şərti ödəndikdə y bərabər fx funksiyası tək funksiyadır. F mənfi x fx şərti ödəndikdə y bərabər fx funksiyası cüt funksiyadır. Aha. Buyur Sadiq. Mənim orada təyin oblastının yerinə qrafik olmalı deyil ki. Xeyr. İndi səbirli olaq. Hı. Söz işlədik. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Cüt funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Asan anlayışlar deyil uşaqlar. Və buna aid, bax, buraxılışa sual salmaq olar. Məsələn, sizə bir qrafik verər. Bu qrafika baxıb tələbə funksiyanın təkliyi və cütlüyündən danışa bilər. Məsələn, bu qrafika baxıram. Y bərabər fx qrafikidir də, fx funksiyasıdır. Bu funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Yəni, o y-ə nəzərən qatlasan bunu, üst-üstə düşəcək. Belə bir simmetriya varsa, avtomatik bu cüt funksiyadır. Yəni, qrafiki verər, funksiyanın növünü soruşa bilər. Məsələn, 5-6-dan qrafik verər, soruşlar neçəsi cütdür. Eyni ilə də tək funksiyada məsələn, bunun qrafikini aid nümunə göstərim. Bu koordinat başlanğıcıdır. Bu funksiyaya baxsaq, yenə də y bərabər fx funksiyasına. Bunu artıq koordinat başlanğıcına nəzərən qatlayanda funksiya qrafikləri üst-üstə düşür. Bu tək funksiyadır. Əgər simmetriya yoxdursa koordinat başlanğıcına və ya belə deyək o y oxuna nəzərən. Məsələn, belə bir qrafika baxıram. Burada simmetriya yoxdur. Onda bu nə tək, nə cüt funksiyadır. Qrafikdən görmək olur bunu. Sadiq, eşidirəm səni. Mənim kvadratik funksiyanı x oxu boyunca sağa sürüşdürürsə və yaxud da ki sola. Onda o cüt olacaq. Cüt olmur artıq. Oldu mən. Yəni o artıq cüt tipolojidir. Rauf, buyur. Mənim y bərabər x kvadratı cüt funksiyadır. Onun üstündəki ikiyə görə də bilmək olar ki, cütdür.
İndi o cütlüyü təkliyi seçməyin yollarını deyəcək. Ona indi gəl çıxıram. Uşaqlar, bax, cüt təkliyin tərifini verdim. Burada təyin oblası koordinat başlanğıcına nəzərən simmetrik anlayışı da olmalıdır. İndi buraxılışı o dərinliyə getmirəm deyənə. Hələlik ona fikir vermirsiniz. Buraxılışda inanmıram elə bir söz işlədələr. Amma qəbul üçün qayıdaraq biz o sözə. Biz nəyi amma əsas bilməliyik? Məsələn, bax, sinus x-in funksiyasının qrafikinə baxan adam görür ki, bunun koordinat başlanğıcına nəzərən simmetriyası var. Bu o deməkdir ki, y bərabər sinus x funksiyası tək funksiyadır. Qrafikdən görürəm ki, simmetriyası var bunun. Və bu o deməkdir ki, sinus mənfi x olanda mənfi çölə çıxır. Olur mənfi sinus x. Yəni, məsələn, sinus mənfi 30 dərəcə bu bərabərdir mənfi sinus 30 dərəcə. Sinus 30'da da alır 2'də 1. Olur mənfi 2'də 1. Amma kosinusa baxanda, hərçənd mən indi əyri çəksəm də qrafiki, bunun koordinat y oxuna nəzərən simmetriyası var. Y oxuna nəzərən simmetriyası var deyənə, y bərabərdir kosinus x funksiyası cüt funksiyadır. Cüt funksiyadır. Yəni, kosinus x funksiyası cüt funksiyadır. Əgər növünü istəyirsinizsə. Bu zaman nəyi yadda saxlamaq lazımdır? Yəni, cüt funksiyadırsa, kosinus mənfi x eləyəcək kosinus x. Kosinus mənfi 30 dərəcə, mənfi eləyəcək olacaq kosinus 30 dərəcə, kosinus 30'da da alacaq kökdə 3 böl 2. Gördünüz, heç mənfiyə fikir vermədik. Tangens x funksiyasının koordinat başlanğıcına nəzərən simmetriyası var. Bu da o deməkdir ki, y bərabər tangens x funksiyası tək funksiyadır. Tək funksiyadır. Və tək funksiyadırsa, məsələn, tangens mənfi x bərabər olar mənfi tangens x. Yəni, tangens mənfi 30 dərəcə bərabərdir mənfi tangens 30 dərəcə, tangens 30'da da alır 1 böl kökdə 3. Olur mənfi 1 böl kökdə 3. Buyur Ayşən, eşidirəm səni. Müəllim, tək olanda ordinat oxuna görə simmetrik olurdu da. Tək olanda koordinat başlanğıcına nəzərən. Cüt olanda ordinat oxuna. Burada koordinat başlanğıcına görə simmetrikdir ki bu. Aha, simmetriyanı necə görürsən gözəl? Bilmək istəyirsən ki, bu koordinat başlanğıcına nəzərən simmetrikdir yoxsa yox. Baba, bu qrafiki birinci x-a görə qatda. X-a görə bir qatda. Fikrən. Bunu aşağı qatdasan o qrafiki. Gəlib belə düşəcək. Razısan yoxsa yox? X-a görə qatda. Aha. Sonra bir dəfə də y-ə görə qatda. 2 dəfə elə işi. İkinci dəfə də belə qatdayanda bura düşdü. Hə, deməli bu koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik olanda x-a görə birinci qat deyirsən, y-ə görə də ikinci qat deyirsən. Əgər üst-üstə düşdüsə, deməli bu koordinat başlanğıcına nəzərəndir. Ancaq birbaşa y-ə görədirsə, bir dənə y-ə görə qatladın, üst-üstə düşdü hər şey, hə, deməli bu cütdür. Razı mı yoxsa yox? Başa düşdüm, çox sağ ol. Aha. Yeganə mail cüt funksiya burada indi trigonometrik funksiyalardan kosinus x-dir. Onlar təkdir. Sadəcə mən göstərmək istəyirəm ki, qrafikdən də görmək olur bunu. İlkin sən də əlini qaldırmışdın. Deyəsiydim ki, birbaşa 0,0 nöqtəsinin dayaq nöqtəsi götürüb oradan fırladaq elə eləyək də. Onu görmək çətindir də. Uşaqlar onu görə bilmir. Onu görmək çətindir. Biz nəyə istifadə edirik? Məsələn, koordinat başlanğıcına nəzərən simmetriyada nə var idi bizdə? Hər iki koordinat işarəsini dəyişirdi. Bunu biz bilirdik. İndi y bərabər o x-a nəzərən simmetriyada x qalırdı, y dəyişirdi. O y-ə nəzərən simmetriyada da y qalıb x dəyişirdi. Arda-arda o x, o y-ə nəzərən simmetrik quranda
Nəticədə hər ikisi dəyişmiş olur. Yəni elə böyle koordinat başlanğıcı nəzərən simmetriyaya ekvivalent olur. Bir də təkrarlayıram, cümləni çox ağır deməyək. Koordinat başlanğıcı nəzərən simmetriya deyəndə ard-arda o x-a və o y-a nəzərən simmetriyaya baxa bilərsən. Aha, buyur Mələk. Müəllim, y bərabər tangens kvadrat x funksiyası da tək funksiyadır. Yox, o cüt olacaq. O cüt olacaq. Aydın. İndi onun da səbəbi var. Yəni, bax, qrafikdən mənə izah etməyə çalışım. Burada kvadrat olanda bu aşağıdakı hissələr hamısı yuxarı qalxacaq. Bax, belə bir şey olacaq. Hamısı belə olacaq. Bu formaya düşdüyünə görə bunu fikir verib y-ə görə qatlayan kimi hər şey üst-üstə düşür. Yəni aşağıdakı hissələr hamısı yuxarı qalxdığına görə belə çıxacaq ki, tangens kvadratı yalnız o y nəzərən simmetriyası var. Deməli cüt funksiyadır. Razısansa davam edək. Bəli. Aha. İndi kotangens funksiyasına baxanda, şurada kotangens funksiyasına baxırıqsa, burada nə baş verir? Yenə də funksiyanın qrafikində görürük ki, koordinat başlanğıcına nəzərən simmetriya var. Koordinat başlanğıcı. Yəni, baba, bu xətti sən götürüb aşağı qatlasan, belə bir şey olacaq. Bu buradan belə gedir, bu buradan belə gedir. Bunları da bir y-ə görə qatlasan, yenə də üst-üstə düşəcək. Yəni, y bərabər kotangens x funksiyası tək funksiyadır. Tək funksiyadır. Və buradan nə aydın olur? Y bərabər tək funksiyadır. Və buradan sizdən aydın olur ki, kotangens mənfi x, mənfi kotangens x-a bərabərdir. Yəni, məsələn, kotangens mənfi 30 dərəcə, mənfi kotangens 30 dərəcəyə bərabərdir. Bu da eləyəcək mənfi kökdə 3. Ümumiyyətlə, müəllimlərin ilk təklifi mənim özümə də elə keçmişdilər. Tək və cütü təyin eləmək üçün bir primitiv yol var. Çox primitiv. Mənə görə bu bağça metodudur. İstifadə eləmək riyaziyyatçı üçün pisdir, amma buraxılış üçün yararlı ola bilər. Nə üçün yararlı ola bilər? Buraxılış üçün. Tək və cütlüyü təyin etmək üçün. Tək və cütlüyü təyin etmək üçün. Təyin etmək üçün. F1 və F-1-i təyin edirsən. Əgər onlar bərabərdirsə, funksiya cütdür. Əgər onların cəmi sıfırdırsa, funksiya cəmi sıfırdırsa, funksiya təkdir. Ümumiyyətlə, cəm sıfır deyil və onlar bir-birinə bərabər də deyil. Heç bir ödənmir də, nə bərabərlik ödənib, nə cəmi sıfırlığı. Bu zaman nə tək, nə cüt. Məsələn, primitiv suallarda, bəli, yüngül suallarda bunu işlətmək olar. Məsələn, y bərabərdir 2x kvadrat üstəgəl 5x çıx 7. Soruşur, bu tək funksiyadır, yoxsa cüt funksiya. Götürürsən F1-i tapırsan. Bu eləyir 0. Görürsən ki, F-1-i tapırsan. 2 çıx 5 çıx 7. Bu da eləyir -10. Bunlar nə bərabərdir, nə də cəmi sıfırdır. Deməli, funksiyamız nə tək, nə cüt. Nə tək, nə cüt. Yəni, oturub qiymətləri uşaqlar açıq sualda bunu yazsan, qəşəng sıfır yazacaqlar. Çox rahat halda. Yəni, belə yolla funksiyanın təkli cütlüyü təyin eləmək olmaz. Amma necə təyin edirlər? Gəlin, indi bu təkliyi və cütlüyü təyin eləməyin yolu var. Və indi onları izah edəcəyik. Buyur, Rauf, birinci sən eşidək. Belə sual açıq suala düşür. Bu yox, bu heç açıq suallıq deyil.
Əgər budursa, xeyr. Lakin indi bizim real ondan ibarətdir ki, funksiyaları tanımaq lazım. Açıq suala indi nə cür düşə bilər, onu da deyəcəyik. Onu da deyək. Funksiyaları tanımaq lazım. Məsələn, Təyin oblastına baxaq da bunlar. birinci işimiz nədir? Tək funksiyaların bir neçəsini çəkək. Adlarını çəkək. Tək funksiyalar. Məsələn, y bərabər sinus x, y bərabər tangens x, y bərabər kotangens x. Bunları tanıyırıq ki, bunlar təkdir. Y bərabər kx, y bərabər k bölü x düz mütənasiblik, tərs mütənasiblik funksiyaları. Y bərabərdir x üstü n. N tək ədəd olduqda, tək olduqda, x-in kubu, x üstü 7. Bunlar tək funksiyalardır. Elə bu qədəsini tanısan belə bəsdir. Cüt funksiyalar. Bir neçəsinə nümunə. Y bərabərdir kosinus x funksiyası. Cüt funksiyadır. Y bərabər modulda x funksiyası. Cüt funksiyadır. Y bərabərdir x kvadrat funksiyası. Cüt funksiyadır. Y bərabərdir x üstü n. N cütdür. N cüt olduqda. Bu fərq eləməz. X üstü 4'dür ya x üstü mənfi 2'dir, fərq eləməz. Bu cüt funksiyadır. Aha. Ya deyərsən Süleyman müəllim, tutaq ki, bunları bildim. Bu nə xeyr eləyəcək mənə? İndi qaydaları bilməlisən. Deyək ki, fx, f1x, f2x, fnx. Bunlar hamısı tək funksiyalardır. Tək funksiyalardır. Sonra jx, j1x, bu sadəcə indi şərt verirəm, sonra şərtə uyğun fikir söyləyəcəyim. j2x, jnx, bunlar da cüt funksiyalardır. İndi hansı qaydaları bilməliyik? Bir, s vur fx, s fərqlidir 0, daxildir həqiqi ədəd. Yenidən təkdir. Fikir verin, fx təkdir, onu sıfırdan fərqli. Hansı ədədə vurursan vur, mənfiyə də, müsbətə də. Təkliyi cütlüyü dəyişməyəcək. 2. Eyni şey cüt funksiya üçün də eynidir. Yəni, birinci qayda, s sıfırdan fərqli həqiqi ədəddirsə, cüt funksiyanı s-yə vuranda onun cütlüyü dəyişmir. Tək funksiyanda s-yə vuranda onun təkliyi cütlüyü dəyişmir. Bu nə deməkdir? Məsələn, buyur Hüseyin, eşidirəm səni. Cüt təkə vuranda bəs necə olur? İndi onları gəlib çıxacaq. Asla gedirik. Məsələn, baxın, y bərabərdir 12 sinus 7x tək funksiyadır. Fikir verin, sinus sözü necə funksiya idi? Tək. Onu 12'yə vur, istsən 15'ə vur, istsən mənfi 3'ə vur. Nəyə vursan vur. O təkliyi dəyişən deyil. Eyni ilə də. Eyni ilə də. Y bərabərdir. Mənfi 3 kosinus x. Bu da cüt funksiyadır. Kosinus sözü cüt idi. Mənfi 3'ə vurmursan, nəyə vursan vur. Buyur Rauf. X üstü mənfi 5 necə olur? X üstü mənfi 5 tək funksiyadır. Bəli. Çünki n təkdir də, biz orada tək cüt söz işlətmişik. Eləmi? Bəli. Amma burada bir dənə problem var da. X üstü mənfi 5, problem yox. Mənfi 5'də bir falan olsa. Olsa orada təklik cütlükdə problem olacaq. Kəsr olsa problem yox. Belə adi tam ədədsə heç bir problem yoxdur. Buyur Hüseyin, eşidirəm səni. Əmsaldan asılı olmayaraq cüt-cütdür, tək funksiya. Əmsaldan asılı olmayaraq. 3.
tək funksiyaların cəmi və fərqi neçə dənə tək funksiyanı istəyirsən topla ya da çıx, fərq eləməz. Hamısını götür, topla, ya hamısını götür, bir-birindən çıx. Yarısını topla, yarısını çıx. Nə inirsən elə? Tək funksiyalarla toplama çıxma əməliyyatı aparanda yenidən funksiya tək qalır. Cütlərdən həmin şey eləyəndə, cüt funksiyalarla bu işi görəndə funksiya cüt qalır. Yenə də uşaqlar əfsuslar olsun ki, bu dərslərdən xəbərdar deyirlər. O səbəbdən də problem yaşayırlar. Bax, məsələn, mənim üçün baba bu misalın təkliyini, cütlüyünü təyin etmək heç nədir, saniyədir. X tək funksiyadır. Sinus x tək funksiyadır. Tək funksiyaları toplayıb çıxanda tək funksiya alıram. Vəssalam. Və ya y bərabərdir x üstü 4 cüt funksiyadır. Kosinus x cüt funksiyadır. Bunların cəmi də, bunların elə cəmi olmasın, fərqi olsun. Yenə də cüt funksiya. Yəni təkləri toplayıb çıxsan, cütləri toplayıb çıxsan, yenidən təklərdə tək, cütlərdə cüt alacaqsan. Buyur Ayşə. Biri tək, biri cüt olsa. Aha. İndi deyək ki 5. fx-dan jx. fx təkdir, jx cütdür. Onda bu nə olacaq? Nə tək? Nə cüt? Gördün, biri təkdir, biri cütdür. Toplayıb çıxırsan. Nə tək, nə cüt? Məsələn, y bərabərdir x kub üstə gəl 2x kvadrat. X kub tək funksiyadır. X kvadrat cüt funksiyadır. Bu nə tək, nə cüt? İnanmayanlar qiymət qoysunlar burada. Bunun yerinə 1 qoysaz uşaqlar, cavab 3 eləyəcək. Mənfi 1 qoysaz, cavab 1 eləyəcək. Biri 3 elədi, biri mənfi 1. Nə toplayanda, nə belə deyək ki, nə toplayanda 0 eləyir, nə də bir-birinə bərabər. Nə tək, nə cüt. İndi 1-2 dənə xəstə deyirəm, narahat olun. Bu tək cüt söhbəti bağlanır anında. Və buraxılışa düşmüş sualda ardınca deyirəm. Yadda saxlamaq lazımdır ki, 2 tək funksiyanı vursan, təkləri vursan, cüt alacaqsan. Bu ədədlərlə səhv salma. Cütləri də vursan, cüt alacaqsan. Yəni, eyni funksiyaları vuranda, cütlüyü baxımından. Cütü cütə vuranda da cüt alırsan. Təki təkə vuranda da cüt alırsan. Amma biri tək, biri cütdüsə, biri tək, biri cütdüsə, onda tək alırsan. Buyur Hüseyin. Ədəd tək funksiyadır, yoxsa cüt? Tək ədəd cüt funksiyadır. Çünki x üstü 0-dır da orada. O cüt funksiyadır. Bildim. Aha. Bax tələbə. Tutaq ki, verib sənə x sinus x. Hardan biləsən bu nədir? X sözü necə funksiya idi? Tək. Sinus x necə funksiyadır? O da tək. Sinus x də təkdir. İkisi də təkdir, x sinus x onda cütdür. Fikir verin, bayaqdır ki, təki təkə vuranda cüt alacaqsın. Ədədlə səhv salmayın. Tək ədədə vuranda tək ədəd eləyir. Bu funksiyadır. Söhbət cüt funksiyadan gedir. Amma məsələn, x kvadrat vur kosinus x funksiyası, bu da cütdür. Məsələn, x kvadrat vur sinus x, bunun biri cütdür, biri təkdirsə, cavab təkdir. Aha. İndi 2 dənə nümunə buna. Uşaqlarımızı say birdən birə. Nə tək, nə cütdən sonra bir də deyirəm. Uşaqlar, tək funksiya ilə tək funksiyanı bir-birinə vuranda cüt alırsın. Məsələn, x sinus x. Təki təkə vurmuşuq, cüt almışıq. Cütü cütə də vuranda yenidən cüt alırsın. Amma təki cütə vuranda fx bizdə tək idi, jx cüt idi. Onda tək funksiya alırsan. Məsələn, x sinus x. X təkdir, sinus x təkdir. Funksiya cütdür. X kvadrat kosinus x. X kvadrat cütdür, kosinus x cütdür. Cütü cütə vurdun cüt. X kvadrat sinus x. X kvadrat cütdür, sinus x təkdir. Təki cütə vurdun tək. Bunu mənfi müsbət kimi yadda saxlaya bilərsən.
Mənfini mənfiyə də vuranda müsbət eləyir. Müsbəti müsbətə də vuranda müsbət eləyir. Yəni cütü müsbət, təki mənfi başa düşə bilərsən. Amma təki, yəni mənfini müsbətə vuranda mənfi eləməlidir. Təki cütə vuranda mənfi eləməlidir. Mənfi müsbətlə daha rahat yadda qalır. İndi uşaqlar, əgər bu aydındırsa. İndi bizə sənə Əflatun haran yuxarını demək istəyirəm, bir dənə baxaram. Birinci Rafi eşidək. Mənim toplamasının çıxmasını da mənfi müsbət kimi yadda saxlamaq olar. Burada biraz problem olar. Toplamada problem olmaz, amma çıxmada problem olar da. Deyərsən ki, müəllim, mənfi çıx, mənfi hardan mənfi eləyir? Bəlkə müsbət eləyəcək. Məsələn, mənfi 2 çıx, mənfi 7. Bu müsbət eləyir. Amma biz tək funksiyada toplasan da çıxsan da təkdir. Orada biraz problem olacaq. Sadiq eşidirəm səni. Mənim kökaltı ifadə cütdür yoxsa tək? Nə tək nə cütdür? Kökdə əgər söhbət kvadrat köküncündən gedirsə, çünki onun təyin oblastı simmetrik deyil. Təyin oblastı, məsələn, mənfi sonsuzdan müsbət sonsuzluq olsa simmetrikdir. Amma kökdə x-da sıfırdan müsbət sonsuzluqadır. Bir tərəf var, o bir tərəf yox. Simmetriya yoxdur. Anladım. Yəni, məsələn, 1 qoya bilirsən, bir mənfi 1 qoya bilmirsən. Simmetriya yoxdursa nə tək nə cütdür. Gəlin biz belə eləyək. Birinci 2 dənə nümunə deyim, sonra Əflatuna eşidək görə hansı hissəni başa düşmür. Baxaq uşaqlar, nə çəkinməyin. Belə bir şey. İndi əfsuslar olsun ki, 2 nəfərimizi biz itirdik. Niyə itirdik bilinmir. Yəni, suallar mövzu, ağır mövzudur. Buraxılışa düşə bilir, düşə bilir. Birinci, qapalıya düşən sualı, sonra açığa düşən sual. Nümunə 1. Aşağıdakılardan neçəsi cüt funksiyadır? 1. Y bərabərdir x kvadrat tangens x. 2. Y bərabərdir modul x sinus x. 3. Y bərabərdir x kub üstəgəl x. 4. Y bərabərdir x kvadrat kosinus x. 5. Y bərabərdir modul x üstəgəl 7. Birinci sizdən soruşum. Neçəsi burada cütdür? Hüseyndən soruşuq. Buyur Hüseyin. 2 dənə, ha. Hüseyin 2 İki dənə hansı 2 dənədir Hüseyin? 4, 5. 4 ilə 5 deyirsən ki, bunlar nədir? Cütdür. Yaxşı, Sadiq hansıları deyir? Mən də 4-dən 5-i deyirəm. Nizat hansıları deyir? 4-5. Aha. Mələkə hansıları deyir? 4-dən 5. Mail hansıları 4-dən deyir? 5. 4-5 mən. Ayşən. 4, 5'dir. Bir də 2 ilə tək nə cütdür də. 2 də deyirsən ətə. İndi araşdıracağıq. Seyhun hansıları deyir? 4-dən 5. 4 ilə 5. Mən Mələkə 1 də olar burada. 1 də deyirsə ola bilər. Yaxşı. Mələkə səni eşidirəm gözəl. Mənim yadımdan çıxıb əlim yuxarı qaldı. Hə. Yaxşı. İndi uşaqlar, gəlin aydınlaşdırırıq. Aydınlaşdıraq görək söhbət nədən getdi, nə dedik. Ramal eşidirəm səni, sən də əl qaldırdın. Mənim 3 olar. 3. İndi bir-bir deyim. Hansı olar, hansı olmaz. Aha. Bu sağ olsun. Bu hara getdi? Bu ekran skrini elədik. Nə elədik? Bizə saniyə. Üzr istəyirəm uşaqlar. Bu arada öz başına hərəkət eləməsə, çox yaxşı. Yoxsa ekranı skrini elədik biz. Yaxşı. Bizə səni mən zapisi bircə saniyəlik dayandırım.